Nənələrimizin dövründə kimyəvi vasitələr yox idi, amma hər şey təmiz və parlaq idi. Sirri təbii odun külündədir. Bugün mən də həmin möhtəşəm qarışımın hazırlanma qaydasını sizinlə bölüşəcəm. Təbii ocaqda yanan odunların küllərini toplayırıq, amma diqqət edək, yanmış plastik atıqlar içərisində olmasın. Təkcə yalnız odun külü olmalıdır. Odunun külünü ələyib üzərinə qaynar su töküb qapağını bağlayıb bir gecə saxlayırıq. Qaynar su tökməyimizin səbəbi odur ki, tərkibində olan qələbinin üzə çıxmağı. Ertəsi gündən süzüb şüşə qablara doldururuq. Plastik qabdan istifadə etməyin, çünki tərkibində olan qələbi alt hissədən qabı çatladıb axıda bilər. Mən tezlik üçün qabları yudum, parlaqlığı göz önündədir. Qatı kütləsindən də tavanın altında olan yağ qalıqlarını gözəlcə belə sürtdüm. Həqiqətən də tərtəmiz və parlaq oldu. İzləmədə qalın. Gələn videolarda kül suyundan qab yuyan maye sabunu necə hazırlayırlar, onu sizinlə bölüşəcəm. Hələlik Allaha əmanət olun.